Bəli, Urmiya xanlığı kim yaratdı uşaqlar? Fətəli xan Əfşar yaratdı. Nadir Şahın əmisi oğlu idi. Deməli, buradan bizə məlum olan nədir? Urmiya xanlığının hansı sülalə Əfşarlar tərəfindən yaradılmışdır? Urmiya xanlığının mərkəz şəhərləri hansılar olur? Urmiya, Təbriz. Urmiya xanlığının mərkəz şəhərləri. Urmiya xanı Fətəli xan Əfşar Azad xanla ittifaqda idi. Bir də Xoy xanı Şahbaz xanla ittifaqda idi. Azad xan kimdir? Nadir Şahın sərkərdəsi. Bunlar ittifaqdır. Urmiya xanlığının məqsədi Azərbaycanı vahid halda birləşdirmək siyasəti. Bəzi xanlarımız vardı, Azərbaycanı vahid halda birləşdirmək siyasəti yapardılar. Bir də Urmiya xanlığı. Fətəli xan Əfşar. Həmin zaman Şiraz hakimi Kərim xan Zən və Qacarlar sülaləsinin nümayəndəsi Məhəmməd Həsən xan Qacar var idi. Bunlar da mübarizə apardılar. Hakimiyyəti ələ keçirmək olan mübarizə. Baxın, üçünün əsas arasında gedən mübarizə apardılar. Bu mübarizədə 59-cu ildə Məhəmməd Həsən xan Qacar sıradan çıxır. Sui-qəsd nəticəsində öldürülür. Qalır Kərim xan Zəndən Fətəli xan Əfşar. Bura qədər problemimiz yoxdur ki, uşaqlar. Deməli, hələ 1760-cı ildə Kərim xan Zənd hara uşaqlar yürüş eləyir? Təbrizdə hücum eləyir. Uğursuz, Təbrizi tuta bilmir. 1761-ci ildə olur Qaraçəmən döyüşü. Qaraçəmən döyüşü kimlər arasında olacaq? Urmiya və Şiraz hakimi Kərim xan Zənd arasında olacaq. Əvvəl fikir ver, Xoy xanı Şahbaz xan əvvəl kimin müttəfiqi idi? Fətəli xan Əfşar müttəfiqi. Sonra keçir kimin ətrafına? Kərim xan Zəndi müdafiə. Bu səbəb Fətəli xan Əfşar çox pis vəziyyətdə qoyulur və məcburiyyət qarşısında geri çəkilir. Bundan istifadə edən Kərim xan Zənd 1762-ci ildə tutur Marağa şəhərini. Və 1763-cü ildə Şiraz qonaqlığı təşkil edilir. 1763-cü il Şiraz qonaqlığı. Deməli, Şiraz qonaqlığını kim təşkil edir? Kərim xan Zənd təşkil edir. Kimlərə qarşı? Azərbaycan xanlarına qarşı. Biz Şəki xanlığı keçmişik sizinlə. Düzdür? Qızılqaya xəyanəti yazılı gəlir. Qızılqaya xəyanəti Hacı Çələbi Azərbaycan xanlarına qarşı ikinci İraqlı təşkil etdi. Amma Hacı Çələbi xan bunun qarşısını alır. Düzdür? Amma Şiraz qonaqlığının qarşısını almaq mümkün olmur. Yəni, Qızılqaya xəyanəti baş tutmur. Şiraz qonaqlığı baş tutmur. İştirak edən xanlar hansılar idi? Qarabağ, Qaradağ, Naxçıvan, Xoy, Sərab. O birisində Qarabağ, Qaradağ, Naxçıvan, İrəvan, Gəncə idi. Burada Qarabağ, Qaradağ, Naxçıvan, Xoy, Sərab. Bu xanlar əsir götürülür. Neçənci ildə olur dedik? 63-cü ildə, 68 ildə, 63-cü ildə Şiraz qonaqlığı olur. Şiraz qonaqlığının nəticəsində Fətəli xan Əfşarın hakimiyyəti başa çatır, öldürülür. Və Fətəli xan Əfşarın asılılığında olan ərazilər müstəqilləşir. Gəlin görək, Urmiyanın asılılığında olan xanlıqlar hansılar idi? Asılılıqda olanlar. Marağa, Sərab, tələsirik. Marağa, Sərab. Yox, inşallah. İrəvan Şəki olur mu? Bəli olur. Mən istəyirəm Cənubi Azərbaycan xanlarına, Şimali Azərbaycan xanlarına ayıram. Çünki testdə elə düşəcək. Aslanla düşdü Marağa, Sərab, Qaradağ, Xoy və Təbriz. Cənubi Azərbaycan xanları asılar. Bütün Cənubi Azərbaycan asıla sala bilmir. Ərdəbil Beşkin arasını asıla sala bilmir. Mahqur, bunları asıla sala bilmir. 1759-63-cü illərdə hansı xanlıq asılılığı olur? Qarabağ. Qarabağ asılılığa düşəndən sonra İrəvan Şəki də asılılığa düşür. Deməli, gəlin möhkəmləndirək. Nəyi? Urmiya xanı, Fətəli xan Əfşar birləşdirmə siyasəti yaparır. Cənubi Azərbaycan xanları və Şimali Azərbaycan xanlarını asılara salır. Hamısını yox. Cənubi Azərbaycandan 5 xanlıq göstərək. Marağa, Sərab, Qaradağ, Xoy, Təbriz. Şimali Azərbaycandan 59-63-də hansı xanlığımız asılara salır? Qarabağ. Qarabağ asılara salmağının nəticəsində 2 dənə Şimali Azərbaycan xanlığı. İrəvan Şəki. Deməli, testdə düşsə hansı Şimali Azərbaycan xanlığını asılara salır? 3. Qarabağ, İrəvan Şəki. Cənubi Azərbaycan isə bunlar.
Urmiya xanlığına bağlı problem var. Urmiya xanlığının yarası deməli kimi dedi inşallah? Fətəli Xanəşər. Hansı sual yaradır? Həşələr. 1759-63-də dediyi Urmiya hansı xanlığı? Qarabağ. 59-63 hansı xanlığı? Qarabağ. Qarabağın asılılığa düşməsinin nəticəsində hansı iki şimal yazılır? İrəvan şəkli, düzdür? Yaxşı. Fətəli Xanəşər Azərbaycan bu halda birləşdirə bilirmi? Xeyr. Urmiya xanlığının iki mərkəzi olub. Hansılar? Urmiya və Təbriz. İki mərkəz Urmiya və Təbriz şəhərlər olmuşdur, tamamilə düzdür. Yaxşı, Xoy xan əvvəlcə Urmiya xanlığına müttəfiq olsa da sonra kimin tərəfinə keçir? Bu da onun hansı döyüşdə problem yaradır? Qaraçəmən döyüşündə problem yaratmışdır, tamamilə düzdür. Yaxşı, Marağa şəhərli vaxt Kərim xan zədrəmi? 62. Urmiya mövzusuna bağlı problemimiz var. Urmiya xanlığı bundan ibarət. Hə. Gördün?